Bir obyektin girişində problem varsa, orada nə təhlükəsizlik düzgün işləyir, nə də idarə etmə. Axın ləngiyir, növbə yığılır və nəzarət zəifləyir. Bu isə texniki detal deyil, bu əməliyyat problemidir. Məhz bu ehtiyac üçün daha ultra AI standalone girişə nəzarət sistemi hazırlanıb. Bu sistem icazəsiz girişlərin qarşısını alır, işçi və ziyarətçi axınını səliqəli və tam nəzarətli şəkildə təşkil edir. Standalone yanaşma sayəsində əlavə serverə və mürəkkəb infrastruktur quruluşa ehtiyac qalmır. Bütün əsas funksiyalar birbaşa cihaz üzərində işləyir. Quraşdırma sürətli, istismar isə sadədir. AI əsaslı üst tanıma şəxslərin saniyənin bir hissəsində tanıyır. Sıx giriş nöqtələrində belə axın dayanmaz. Sistem sabit və etibarlı qalır. Fərqli istifadə ssenariləri üçün üst tanıma, kartla giriş və şifrə ilə təsdiqləmə kimi bir neçə identifikasiya üsulu mövcuddur. Bu isə sistemi ofis, istehsalat və təhsil obyektlərinə rahatlıqla uyğunlaşdırır. Yüksək daxili yaddaş istifadəçi məlumatlarını və giriş qeydlərini etibarlı şəkildə saxlayır. Maska ilə üst tanıma isə real iş müddətlərində əlavə praktik üstünlük yaradır. Təhlükəsizliyi artırır, axını sürətləndirir və obyekt üzərində real nəzarət yaradır. Daha ağıllı texnologiyalarla nəzarəti bir addım irəli aparır.